Salam, hər vaxtınız xeyirli olsun dostlar. Zəhmət olmasa bəyənin, paylaşın. Bu Facebook'ta da buradan çıxmışam canlı yayıma, amma bir dəqiqə bunu düzəldim atdığını. İçinə zil 3 evroluq atdıq alanda belə olacaq da. Hə. Bəyənin dostlar, zəhmət olmasa salam olsun hər kəsə. Deməli dostlar, bugünkü mövzumuz başlıqda qeyd eləmişəm. Müxalifət əgər, yəni müxalifətlə bağlı olacaqdır, özünə müxalifət deyən dırnaqarası bunlarla bağlı danışacağım yenə. Başlıqda qeyd eləmişəm, əgər müxalifət düzgün siyasət aparsaydı, düzgün əqidəli iş aparsaydı, pula meyilli olmasaydı, mən sizi inandırım ki, bu xalq o müxalifətə dəstək verərdi. Canını verərdi, həyatını verərdi. Zaten verdi də, inandı da. Bir çoxlarını raskoda verdilər, başlarına oyun açdılar, üzərlərindən pul qazandılar. Mən sizi inandırım ki, dostlar, səmimi olsaydılar, düzgün siyasət aparsaydılar, düzgün istiqamətdə iş görsəydilər, pula yox, əqidiyə meyilli olsaydılar, xalqın xilas olmasının marağında olsaydılar, and olsun Allah, bu millət bu özünə müxalifət deyəni dəstəkləyərdi, arxasında durardı. Maddi, mənəvi, hər şey. Zaten vaxtında elədi bu millət. İnandıq. Və mənim şəxsən özümdə. 2000 xatırlayırsınız da 18-ci axırı idi, yoxsa 19-cu ilin təzə girmişdi. Miting elədilər. Bax, ona qədər belə dəstək verdik. Millətimizi çağırdıq. Çox sağ olsun, millətimiz də çıxdı ora. Bir 40 minə yaxın insan çıxmışdı. Yəni, vətəndaşlarımız çıxmışdı. Etiraz eləyən, aktiv insanlar çıxmışdı. Yəni, xalq çıxmışdı meydana. Bax, bunlar hamısı dostlar sübutdur. Sübutdur ki, bu millət yəni düzgün iş aparılsaydı, yalan, palan, fırıldaq olmasaydı, aparılan həqiqi işin yanında batillə də məşğul olmasaydılar, yalanla, fırıldaqla, nəfslə məşğul olmasaydılar, mən sizə inandırım ki, bu millət bu müxalifətin dalınca gedəcəkdi. Dəstək də verəcəkdi. And olsun Allaha. Onu mən özümdən də deyirəm, ha, tək xalqı bütövlükdə nəzərdə tutaraq, elə özümdən də, bu xalqın evlatlarının biri mən. Mən də dəstək vermişəm, mən də inanmışam. Amma bunlar elə hərəkət elədilər ki, dostlar, qardaşlar, artıq bunlara iyrənməyə doğru getdik biz. Yəni, bir ölkənin müxalifəti xalqın evlatlarının gözündə, beynində, fikrində özünü iyrənc günə qoyur. Belə müxalifət mi olar, qardaş? Bax, 2018-ci ildə miting olanda, xatırlayırsınız da, dəstək verdik. Xaricdən bax, Orduxandı, mən idim, digər insanlar idi. Onda hələ qabilcizə çıxmamışdı. İzləyirdilər prosesi, yəni bu qədər aktiv deyildilər. Qardaş, dəstək verdik. Xalqımız çıxdı meydana. Özdə fikir verirdiniz, həmən mitinglərdə dostlar, diqqət eləsəniz, xalq çıxıb meydana, Əli Kərimli, Gültəkin, hamısı tribunada əllərində mikrofon millətin önündədirlər. Yəni millətin önündə gedənlərdir bunlar. Cəmaat azadlıq çığırır, istefa çığırır. Fikir versiniz, o gedin o videoya diqqətlə dinləyin, dəhşətdir də sadəcə. İnsanları konkret bu rejimi devirməkdən əl çəkin. Bu siyasət aparırlar. Bu oyunu oynayırlar. Neçə illərdir bu oyundur. Bu rejimi ayaqda saxlamaqla məşğul olublar. Xalq meydanda azadlıq çığırır, istefa çığırır. Bunlar mikrofonu alıb əlinə İlham Əliyevin korrupsiyasından danışır, uşaq pulundan danışır. Nə bilim, məktəblərin, filan yerdə məktəblər, nə bilim, pis gündədir, xalq acından ölür. Qardaş, düz deyib, bu da deyilməlidir. Amma xalq istefa istəyirdi, azadlıq istəyirdi. Xalq o şuarı ilə, o səsi ilə, o gürültüsü ilə sizə mesaj verirdi ki, ay Əli Kərimli, ay Gültəkin, ay digərlər, o tribunada olanlara səslənirəm. Gedin, baxın, görəsiniz. Həmən köhnə videolara. Qardaş, cəmaat sizə səslənirdi ki, düşün qabağa, hazırıq, bunları devirməliyik, qutardı getdi. Getməlidir, istefa, konkret, millət özü istəyirdi, cəmaat özü, istefa, azadlıq, çığırırdılar. Niyə? Bunu Əli Kərimli demirdi ki, onlar desin. Bunu Tofiq Yağulu demirdi ki, onlar desin. Bunu Gültəkin demirdi ki, onlar desin. Xalq özü dedi orada, xalq özü dedi. Və xalqı da yayındırmaq üçün mitinglərdə. Diqqət edin, gedin orada. Videoda baxın. Bəyənin dostlar, bəyənin, paylaşın zəhmət olmasa.
Gelin diqqət eləyin. Xalqı istefa kəlməsindən yayındırmaq üçün, azadlıq kəlməsindən yayındırmaq üçün adamlar durub nə bilim hansısa kətdə dağıdılmış məktəbdən danışırlar. Meydanda. Mübarizə meydanı, haqq meydanı, doğruların meydanı, müharibə meydanıdır bura. Nə məktəb dağılıb, nə yalan aton, nə salan aton. Yəni insanların ki, etiraz hissini belə əlindən aldılar bunlar. İğrəndirdilər. Və xaricdəkilər olmasaydı dostlar, bunlar o qədər aktiv değildi. Bunlar biz meydana çıxmayana qədər bu xaricdəkilər var gördünüz. Mənəm, nə bilim digərlər deyirəm, Manaf Cəlilzadənin öz olsun. Burada da salamlayıram dostları. Dostlar bəyənin, paylaşın Facebookda da, YouTube'da da. Yəni bizlər ortaya çıxandan sonra bu adamlar İlham Əliyevə diktator dedilər. Bu faktdır. Biz ortaya çıxmamışdan bu adamlar İlham Əliyevə diktator demirdilər. Biz ortaya çıxandan sonra dedilər. Biz çıxıb İlham Əliyev rejiminin bu millətə etdiyi alçaqlığı, düşmənçiliyi, cinayətini, uğraşdığını deyəndən sonra, gündəmə gətirəndən sonra, bunlara qarşı belə amansız mübarizə aparandan sonra, dirəniş göstərəndən sonra bunlar da başladılar, ürəkləndirlər. Olsun, nə gözəl. Amma bunu biz qaz vermişik, biz dəstək vermişik, biz nəfəs vermişik. Amma biz də gəlmişik bunların hədəfinə. Biz də gəlmişik bunların hədəfinə. Niyə qardaş? Nə gözəl də. Buradan qaz veririk, sizə güc veririk də, sizə güc alırsınız da, nə gözəl də. Bizə qarşı niyə savaşırsınız? Sizin səhvinizi deyiriksə, buna görə biz sizin hədəfinizə gəlməliyik. Belə anlayış olur, belə müxalifət olar. Səhv nəyə görə deyilir? Özünü düzət deyə. Sən niyə mənə qarşı mənə hədəf alırsan ki? Sən nə tər müxalifətsən sən? Yəni deməyim odur ki, dostlar, biz olmasaydıq bu xaricdəkilər, bunlar İlham Əliyevə hörmətli prezident yazırdılar statuslarında. Bunu köhnələr yaxşı bilir. Bunlar həmən Əli Kərimli, həmən Cəmilə sənnidir ki, biz meydana çıxmamışdan öncə bunlar İlham Əliyevə hörmətli prezident yazırdılar. Amma biz çıxıb onun hörmətli prezidentinin arvadının, qızının ağzını ortaya qoyandan sonra yığışdırdılar hörməti. Biz deyəndə ki, bunlar diktə siyasət aparırlar, bunlar diktatırdılar, bunlar alçaqdılar. Qoşuldular bizə, bəli, dedilər diktatırdır. Və bizim kimi oğulları, bizim kimi cəsarətli, şərəfli, düzgün, dürüst, niyyəti təmiz olan oğulları niyə hədəf alırsınız ki? Nə üçün? Kimsiniz siz? Kimə xidmət edirsiniz? Hə? Adımıza min söz dediniz. Xeyr ola. Biz kimi yaxın? Mən bu millətin evladıyam. Məsələn, səhvinlə bağlı danışma haqqım var da. O da sən demirsən xalqın müxalifətidir. Hə? Xalqın biri də mən də, mənim müxalifətim deyil, səhvi varsa deyəcəm də. Sən mən buna görə necə də qala bilərsən ki? Necə mən şər, böhtan, alçaqlıq, necə ola bilər ki bu? İndi mən bunları deyirəm. Bəzi dostlar gəlirlər orada yazırlar ki, bəs Əli Kərimli həbs olunub buna görə. Yox qardaş, Əli Kərimin həbsinə görə deyil bu məsələlər. Mən 6-7 ildir mən bunlara qarşı belə danışıram, sözümü deyirəm. Məcburam dostlar, mən onları yatırıb bir yerə çıxardım. Mən bu xalqın evladıyam, bunların dediyi xalqın evladıyam mən. Bunlar xalqı dostlar o qədər yuxarıdan aşağı baxıblar ki, o qədər milləti qoyun yerinə qoyublar ki, o qədər milləti ələ salıblar ki, millətin içindən mənim kimi ağıllı insanlar çıxıb, bunlara həqiqətlər deyəndə dəli olurlar ki, bu necə ola bilər ki? Bizim ələ saldığımız, heyvan yerinə qoyduğumuz millətin içindən bunlar kimdir ki, çıxır bizə qarşı? İndi dəhşətə gəliblər. Hələ artıq bitibdir da. Artıq internet dövrüdür. Texnologiya irəliləyir. Allaha şükürlər olsun. Al əlinə 300-500 euroluq bir dənə telefonu, aç bir dənə kanal, nə bilim, biri YouTube'da, biri TikTok'da, döşə geçsin, haqqı de geçsin. Bitib o artıq şeyləri. Başa düşdü də artıq ayrılmışıq. Yəni texnologiya irəliləyir. İstədiyimiz sözümüzü deyə bilirik haqlı olaraq. Bu bizi sən aldada bilmərsən ki. Hələ əvvəllər internet dövrü yox idi. Lomuyduq, başımızı salmışdıq aşağı. Ama indi internet dövrüdür, ayrılmışıq, oyanmışıq. Doğrunu bildiyimiz kimi deyirik, deyəcəyik də. Bunlar olublar bizə müxalifət.
Deyir Rafael, fevraldan SBB-ni bərpa edəcəyik. Səni də ora çağıracağım. Qardaş, mən ora çağırmaq yox, özünüzü düzəldin, ha kişilər, ha insanlar. Manaf Cəlzadə yazır burada. Özünüzü düzəldin, ha qardaş. İstəyirsən 78 dənə SBB yarat ki, ne yaratsan yarat, özünü düzeltmeyenden sonra, düze eri demeyenden sonra, qətiyyət olmayandan sonra istəyirsən 75 dənə SBB yarat. Mənası nədir ki? Doğru değil dostlar. Mən heç bir birliyin əleyhinə olmamışam. Düzgün birliyin əleyhinə heç vaxt olmamışam mən. Heç vaxtı. Niye baksız o vaxtı SBB yaratmışdı Ay Manaf Cəlzadə? Bu burada da öz izləyir. Qardaş yaratmışdı, size karşı niye çıxırdın? Sen niye oradaydın Ay Manaf Cəlzadə? Ben bunlar mənə qarşı alçaqlıq eləyəndə niye bir dəfə dili vasif demedi ki, ay kişi, biz bir təşkilat yaratmışıq, bir hərəkət yaratmışıqsa, Rafael cəsarətli oğuldu, Rafael şərəfli oğuldu. Gəl onu çəkək yanımıza iradəsini qazanaq. Ona çıxıb birdən petoq deməklə iş düzəlmir. Onun çıxıb bacısının şəklini birdən qoymaqla biz bu partiyanı təşkilatını irəliləyə bilmərik biz. Demədiniz qardaş, heç biriniz demədiniz. İndi də gəlirsiniz ki, SBB yaradacaq, gəlin ora. Mən hansı üzdən gəlim ora? Necə inanım? İndi sən məni inandır ki, siz düz yola gəldiniz. Məsələ bu, deyil qardaş. Bu məsələ budur, başına dönüm. Mən hər zaman heç bir birliyin əleyhinə olmamışam. İstər bloger dəstəsi olsun, istər müxalif cərgədə, kim olur olsun. Amma düzgün birliyi istəyirəm mən. Oyun olmasın, yalan olmasın. Dost olaq, qardaş olaq, əqidə birləşdirsin bizi. Oyunla, yalanla, palanla siyaseti mübarizəni lağlağıya çevirib, bambılıxanıya çevirib, qardaş sonra maddiyə deyəcək ki, gəl orada birləşək. Birləşim neyniyim qardaş? Neyniyim? Qoşulun mən qabilə deyim ki, Mehribanın dalından babası çıxıb. Bu kimdir ki bizə inanan? Kimdir ki bizim yanımıza gələn? Hə? Qoşulun mən nə bilim o Orxan Ağayevə sənət satan, sənət alver eləyən, cəmatı burada manipulyasiya eləyən qənimətə deyim ki, sən düzgün adamsan sən. Belə şey olmur axı qardaş, qətiyyətli olmaq lazımdır. Düzgün olmaq lazımdır. Hara çağırırsınız gəlirəm, amma düz yer olsun. Heç bir problem yoxdur. Heç bir problem, o düz yer olsun. Əqidə birləşdirsin biz orada. Bizi orada pul birləşdirəcəksə, bizi orada nə bilim, başqa şeylər birləşdirəcəksə, qardaş, o birlik mənə lazım deyil, başına dönüm. O birlikdə ki, mən əqidə dostuma həqiqəti deyib, doğru yola gətirə bilməyəcəmsə, mənə lazım deyil o birlik. Ehtiyacım yoxdur o birliyə. Tək mübarizə aparsam daha məsləhətlidir, daha sağlam olar. Məntiqlə düzdür bu qardaşlar. Bax, həqiqi vəhdət nədir? Hərəkatımızı yaratdığın 3-5 nəfər dəstək verir. Hansı biriniz zəng edib bir dəfə nədir? Xeyir dua verdiniz qardaş. Dəstək verdiniz. Pis oğlanam mən. Sizi oğraşlığa çağırıram, sizi cındırlığa çağırıram. Oyun oynayıram, qabil kimi, o birisi bu birisi kimi ikiyüzlülük eləyirəm. Sizi çağırıram ki, gəlin burada həqiqi vəhdətdə birləşək, oğraş olaq, peysər olaq, cəmaatı eşşək yerinə qoyaq. Buna çağırıram mən sizi. Hanı niyə gəlmədiniz? Niyə dəstək vermədiniz? Əgər səmimidinizsə, doğrudursa, dürüstdürsə, niyə dəstək vermirdiniz? Nəyim əksikdir, neynəmişəm mən? Əleyhimə iş aparmışsınız, alçaqlıq eləmişsiniz, cavabınızı vermişəm. Qutardı, getdi. Əgər siz səmimisinizsə, düzgün dürüst adamsınızsa, bu xalqın xilası üçün çıxmışam mən bu yola. Mən açıq deyirəm sözümü, görürsünüz, qorxmadan, çəkinmədən deyirəm. Əliyev rejimi getməlidir, devrilməlidir, qutardı, getdi. Nə olur olsun, təşkilatdan bunları devirmək lazımdır. Mən bunun uğrunda, bu hərəkəti də yaradanım, bunun uğrunda. Gəldiniz, biriniz bir xeyir dua verdiniz mi? Bir dediniz mi ki, gəlin buna bir dəstək verək, bir görək, bir gücə güc qataq da, xalqın bəlkə görəkdə bir düzdür yoxsa, inanmaya bilərsə, bir gəldi, abi. Gəlmədiniz, qaçdınız. Dəfələrlə sən Manafa, Manaf Cəlzadəyə deyirəm burada. Dəfələrlə sənə TikTokda mən, özü bilir. Digər dostlar da şahiddir. Dəfələrlə çağırışıram ki, gəl xalqı təşkilatlandıraq. Müğənnini təhqir eləməklə, nə bilim, belə şeylərlə olmur bu şey. Gəlin əl-ələ verək, bu xalqı təşkilatlandıraq. Xoş onda mən belə hərəkət zad yaratmamışdım, belə bu, nədir, həqiqi vəhdət. Belə birlikdə yaradardıq. Gəlmədiniz, istəmirsiniz. Mən bu şey düşünmürəm, yəni sizlə birləşsəm nə olacaq ki, güya? Sizlə birləşsəm nə olacaq, qardaş? Bax, bir dostumuz da var, zəng edib, indi adını çəkməyəcəm. Danışırıq, deyir, gəlin, ortalıqdakı Tural Sadıqlıdır, Mirzəlidir və yaxud da Əli Oğuzdur. Adı ilə çəkərək deyir, birləşin falan, mən sizi birləşdirmək istəyirəm. Deyirəm, nə gözəldir. Ağsaqqalsınız, ağsaqqallıq eləyim, birləşdirin, nə gözəldir. Amma birləşdirin.
Necə? Deyir hər şeyin üstündən xətt çək. Deyirəm, nəyin üstündən xətt çəkim, qardaş? Nəyin üstündən? Xətt çəkim gedək birləşə, bilmirəm adamın niyyəti nədir. Əziyyət çəkək, yol alaq gedək, ya Allah deyək, orada bir dənə fitnəni törəsin, çıxsın sabah desin ki, ədə yox, nədir, İsrailin başkanı liderdir, dünyada qəhrəmandır bu, tarix yazır. Və bala qatilə dəstək verirsən, sən. Sən dəlisən, sən belə siyasət olur. Sən ələ salmısan bizi. Və yaxud da o birisi olsun. Çıxırlar, o məmur bu məmurun arvadına yatdı. Bu məmur o məmur, qardaş, yığışdırın ayna kişi. Yığışdırın, bu xalq təşkilatlanmalıdır, bu xalqı bir yerə gətirməliyik. Bu xalqı bir istiqamətdə təşkilatlandırıb, konkret bu rejimi devirməliyik, qutardı getdi. Sən çıxıb orada desən ki, filan məmurun arvadı ilə filan məmur nədir yatıb, bunun nə qaraqındır yaxşı, gedək məmurun qeyrətini çəkək. Mehribanın babasını var, nə qaraq babasını əkimiyik biz? Hə? Filan kəsin, filan məmurun arvadından xəbərim var, onun nə bilim alt paltarının rəngini deyərəm. Nə varım, neyinirəm mən bunu? Neyinir? Bu xalqın nəyinə lazımdır, qardaş? Bax, belə həqiqətləri mən dediyim üçün, dostlar, bəli, mən hər zaman deyir, sizi tək qalmışam. Buna görə tək qalıram da mən. Həqiqətləri deyirəm, doğruları deyirəm ki, bizə ehtiyac yoxdur. Sənin o xalq deyəcən, o xalqın biri mən, ehtiyacım yoxdur. Mən babasıyla həkimi deyiləm mən. Mənə deyəsən ki, Mehribanın dalından babasını çıxır. Mən babasıyla həkimi deyiləm. Mənə Mehribanın tursinin rəngi lazım deyil. Mənə müğənninin nə bilim, orası burası neçiyə çıxırmalı lazım deyil. O, istəmirəm qardaş, eləməyim bunu. Mənim kimi nə qədər bu düşüncədə olan, bu fikirdə olan, xalqın içində nə qədər qardaşlar, bacılar var ki, Allah'ın da olsun. Nə qardaş, deyir, nəyimə lazımdır mən? Məni inandır, cəmaat deyəcək, məni inandır. Gəlin cəmaatı inandıracaq bir hərəkət yaradaq, bir iş görək. Bunu eləmək lazımdır, real iş görmək lazımdır, cəmaatı inandırmaq lazımdır, iradəsini qazanmaq lazımdır. Xalqın içində olmaq lazımdır, insanlarla iş görmək lazımdır, real görüşlər keçmək lazımdır. Nə edəcəyimizi, nə eləməli olduğumuzu real görüşlərdə eləməliyik. Telefon üzərindən, WhatsApp-la bu iş olmur. Mən hər zaman buna çağırmışam. Amma siz nə ediniz? Görməzdən gəldiniz, yuxarıdan aşağı baxdınız. Bəyənin dostlar, bəyənin, paylaşın. Görməzdən gəldiniz, qardaş. Mən bunu sizin üçün deyirdim də. Bu günlərim Əli Kərimli həbs olunub. Əli Kərimin dostlar həbs olunması şərlənibdir. Yəni, mən bunlarla bağlı danışıram. Bir şeydə qəbul eləyək, reallığı qəbul eləyək ki, Əli Kərimin şərlənibdir. Yəni, Azərbaycanda dövlət zad yoxdur, dövlət işğal olubdur. İşğal olmuş dövlətin nəyini sevirəsən ki sən? Adama gülərlər, bu. Başa düşürsən, bu söz kimə desə adama gülərlər. İşğal olub, dövlət yoxdur. Yəni, dövləti işğal olunmuş bir millətin yarısı ölkəni tərk edə bilər. Dövləti olan bir millətin yarısı niyə ölkəni tərk eləsin ki? Belə bir anlayış ola bilər, belə şey ola bilər? Yox. Demək ki, işğal olunubdur. Yəni, işğal olunmuş dövlətin nəyini devirəcək? Kim devirəcək? Əli Kərimli hardan devirəcək? Kimdən devirəcək? Troll dəstəsi ilə? Yığıb başına 5-10 nəfər, hərəsində 30 dənə, 20 dənə nədir, profillər var. Onlarla gəlib devirəcək. Yox, bu şərriflər. Bu şərriflər. Amma bu adamlar, dostlar, bu adamlar bizi neçə illərdə ələ saldılar. Doladılar ya ki, özləri üçün burada komanda qurdular. Blogger komandası. Adı nə bilim, Leyla Yunus dünyaya çıxır. Qəniməti dünya tanıyır. Ay, nə qaraq tanıyır da qardaş. Bu xalqı təşkilatlandırmaq lazımdır. Bu xalqı bir yerə yığmaq lazımdır. Oyunla, yalanla, palanla bu işlər olmur. Bununla bu xalqı xilas eləyə bilmərsiniz. Neçə il bunu sübut elədi də qardaş. Bəyənin dostlar, bəyənin, paylaşın zəhmət olmasa. Mən hər zaman bunun tərəfdarı olmuşam. İstəyirsiniz, nə təşkilatı qurursunuz, qurun. Amma içərisində ədalət olsun, orada bizi birləşdirəcək əqidə olsun, doğrular olsun, düzgünlük olsun. And olsun Allaha, bax, danışıram da görürsünüz. Mediada da dəstək verərəm, danışaram, təbliğatını aparam, videoların kəsilməsində,
Allah'ın olsun gedib əlimi işləyərəm, əlimin zəhməti ilə qazandığım puldan o təşkilata mən pul verərəm ayda. Gücüm nəyə çatır? Ona qədər eləyərəm. Siz mənim kimi oğlu qoydunuz tabloda dediniz ki, ala bax nə? Ekranda petuxdur bu daldan verir. Siz mənim kimi oğula qarşı bu əzilaflığı elədiniz. Mənim sizə nətər ürəyim yansın, mən nətər sevim sizi, nətər sizə dəstək verim, qardaş. Mənim qəlbimi qırırsınız, mənim ümidlərimi qırırsınız. Sonra da deyirsən ki, cəmaat dəstək ver. Sonra da deyirsən, Əli Kərim nəfsi olub, gəlin buna dəstək verir. Niyə, qardaş? Niyə? Nəyə dayanaraq? Qəlbi qırılmış bir adama necə deyə bilərsən ki, gəcinə sənin qəlbini qıran, sənə qarşı alçaqlıq eləyənə dəstək ver. Hələ də adamlar özlərini elə aparırlar ki, elə bir ki, mənim əleyhimə nə deyiblərsə, elə düz deyiblər. Həqiqətində düzdür, nə deyiblərsə, düz deyiblər. Şər deyil, böhtan deyil. Yox, qardaş, belə şey yoxdur. Belə mübarizə olmur. Belə birlik olmaz, belə müxalifət olmaz, belə iş olmaz, ki. Bəyənin, dostlar, bəyənin, paylaşın. Yazıb ki, millət yaltaqdır, qorxaqdır. Qardaş, indi millətin içində yaltağımız, qorxağımız var. Müxalifət nə üçündür? Cəsarətli insanlar Allah niyə yaradır? Öndə gedən insanlar nə üçündür? Qorxaqların içərisindəki o qorxaqlığı çıxartmaq üçün. Gəlin birləşək, birlik nümunəsi göstərək də. Qoy qorxaqlıq çıxsın da onun canından. Biz birləşsək, biz bir yerə gəlsək, həqiqi, qətiyyətli iş aparsaq, qardaş, o Avropadakı görən də səndən güc alacaqdır. Ki, başa düşəcək ki, orada bir güc var. Onlarla mən bir yerə yığışsam, onlara dəstək versəm, onların yanında dursam, Azərbaycanda məsəl üçün mənim qardaşımı tutanda bunlarla bir yerdə əlimizdən gələn eləyəcək, döşəyəcək bu rejimə qarşı. Mitinglər durmadan. Hər yerdə, eyni vaxtda, eyni saatda. Kanadada, Amerikada, Almaniyada, İsveçrədə, Fransada bir saatda, bir vaxtda mitinglər eləyəcək. Siz baxın görün, hökumət nətər silkələnir. Onda baxın görün, İlham Əliyev nətər şalvarını doldurub batırır. Yoxsuz buna. Düşmənin qorxusuna çevrilməkdən qorxursunuz. Belə mübarizə olar, belə bloger olar, belə şey olar, ki. Sözün də düzünü deyəndə Rafael olur. Orasını, burasını verən, nə bilim, satqın, hakim. Mən nə nağıl danışırsınız, adamsınız, adam balasısınız. Bir deyilən sözləri eşidin, həqiqətlərə dəstək verin. Bunu mən sizin özünüz üçün deyirəm. Bu günə Əli Kərim həbs olunub, dəstək verən yoxdur. Ancaq 3-5 dənə troll dəstəsi də onlardır. Niyə belə olmalıdır? Niyə belə olmalıdır? Nə düz getmədi ki, bu şeylər baş verdi? Məntiq sual edir də bizə. Nə düz getmir? Əli Kərimli və onun komandası nəyə düz eləmədi ki, bu günlərim onları müdafiə edən yoxdur? Nə Turalı, nə Əli Oğuzu, nə Manafı, nə Rafaili. Eləyən də öz adamlardır, oturum sənəti verdiyi adamlar. Kimlərdir? Irşaddır, Qabildir, Orxandır. Bunlardır. Bunlar da nəyə görə? Oturuma görə. Mənə oturum verdi, mən bir söz deyə bilmərəm. Heç olmasa dəstəkliyim. Məsələ budur yəni. Siz oturun fikirləşin ki, biz nəyə düz eləmədik? Nədən bu günlərin bizə dəstək vermirlər? Nədən? Axı 2018-2019-da Rafael Piriyev çıxıb Əli Kərimliyə də o miting elədilər, dəstək verdik, çağırış elədik. Bunu eləyən Rafael Piriyev indi niyə qarşı çıxır ki? Nə baş verir ki? Türklər demişkən nələr oluyor? Fikirləşin də bir dənə. Bu müxalifət dediklərimiz nə iş aparılmış? Deyir, 44 günlük savaşda iştirak etmişsən. Ay qardaş, 44 günlük müharibənin bura nə əlaqəsi var? Əsl müharibə buradadır. İcazəli müharibəyə getmək yasaddır. İcazəsiz müharibədə savaşmaq lazımdır. İcazəsiz, bu müharibədə. Bu rejimə qarşı icazəsiz müharibədə savaşmaq lazımdır. İcazəli müharibə başqa şeydir, icazəsiz müharibə başqa şeydir. Hesabı düzgün aparın. Mən nə danışıram, siz burada nə yazırsınız? 44 günlük müharibədə iştirak eləmişsən. İştirak eləmişəm, nə olacaq ki? Güya iştirak edənlərə dəstək verdiniz. 100'e yaxın bizim qazi qardaşlarımız boğazına kəndir keçirdi, özünü intihar elədi. Haradasınız? Niyə səsiniz çıxmır?
Niye çıxmır qardaş? Niye dəstək vermirsiniz? Niye onların hüquqları üçün savaşmırsınız? Onlar siz üçün savaşanda qazi olur, siz de onlar üçün savaşın qazi olun da. Kimdən artıq kişisiniz ki? Boş-boş yazmaqla da öyle qardaş. Elədir yazırlar ki, güya ki, bunlar düz söz yazırlar. İndi o 44 günlük müharibənin oyunu falan onları indi bilirik. İndi dərinə düşəndə biz bilirik nələr baş verir. O heç o başqa bir şeydir. Onu danışmaq olar. Bugün mövzumuz o deyil. Amma 44 günlük müharibəni bu 2 dəqiqə hər dəfə açırsan efiri gəlirlər tökürlər 44 günlük müharibədə hardaydın. Mənə niyə deyirsən onu? Mənə niyə deyirsən? Ged onu İlham Əliyev edənən. Denən 44 günlük müharibədə Rafael kimi cəsur oğullar nə gəzir Almaniyada? Hə? Ged ona denən ginə. Denən bu millətin evlatları nə gəzirdi 44 günlük müharibədə xaricdə? Ged ona deyin ginə. Gəç kamerada şərait yarada çıx buradan de ginə. Görüm deyə bilirsiniz. 44 günlük müharibədir. Getdi qardaşlarımız döyüşdü. Vuruşdu, canını koydu. Torpağı aldılar, verdiler İlham Əliyevə. İlham Əliyev də başlarına oyun açır. Yəni, mən başa düşəmirəm. Biz də bu savaşdayıq da. Fərqinə ki, o 44 günlükdür, bu da 44 illikdir. Nə bilim, 44 aylıqdır. Bilmirəm neçə aylıqdır. Mübarizə də aparır, hara qədər gedərik. Amma bunun nə əlaqəsi var, qardaş? Haqsızlıq. Və bizə ya erməni haqsızlıq elədi, getdi, orada döyüşdü, ya da İlham Əliyev. Fərqi nədir ki? Erməni də sənin arvadını, uşağını, qızını, nədir, ulu babalarını öldürür, bunlar da öldürürlər də. Görmürsünüz? Fərqi nədir ki? Düşməndir də, düşmənin buynuzu olur. Bu savaşmaq lazımdır, vuruşmaq lazımdır, gücü qatmaq lazımdır. Bir mübarizəyə təşkilatlanmaya meyilli olmaq lazımdır. Və haradasınız siz? Bəs haradasınız? O qardaşlar getdi 44 günlük müharibədə döyüşdü, canını fəda verdi, bildik. Və sən niyə vermirsən? Sən haradasan? Sən niyə əlindən gələn eləmirsən, qardaş? Niyə mübarizəyə qoşulmursan? Niyə dəstək vermirsən? Hə? Ay qardaş, gedişinlə məşğul ol. Burada boş-boş şeylər yazmayın. Beğenin dostlar, beğenin, paylaşın. Bu millət deyir, gələcəkdə məhv olacaq, yox olacaq. Qardaş, mən də deyirəm, yox olmayaq da, bir millət olaq da. Biz adamıq, adam balasıyıq, bizim yaşama hüququmuz var. Biz ləyaqətli insanlarıq. Niyə bunlar bizim haqlarımıza girməlidir ki? Nə üçün? Kimdir ki bu adamlar? Bir sürü özünü tanımayan, şəxsiyyətsiz, ləyaqətsiz, arvadına, uşağına elə o qazi qardaşların qampulunu, şəhid qardaşlarını qampulunu yedizdirən uğraşlar gəlib oturub başımızda bizə ədalətdən danışırlar. Bizə nə bilim, dövlətçilikdən danışırlar, millətçilikdən danışırlar. Amma pərdəni çəkib o tərəfə baxırsan ki, qardaş, bu adamların dediklərindən heç də üst-üstə düşmür. Heç də üst-üstə düşmür. Niyə gəlib bu adamlar oturmalıdır? Bizim millətin içində savadlı, kişi, ləyaqətli insanlar yoxdur ki, kimdir ki bu adamlar? Niyə gəlib zor gücü ilə bizim dövlətimizi işğal edib, çalayıb, tapıb çalamalıdırlar? Niyə axı? Bunu düşünməliyik, fikirləşməliyik də, qardaş. Düşünməliyik, fikirləşməliyik. Biz millətin evladıyıqsa, əgər buradan Azərbaycanlara səslənəm, sən deyirsən ki, mən bu millətin şərəfli evladıyam, sənin bu millətlə bağlı, bu vətənin evladıyam deyirsən, sən vətənlə bağlı üzərində bir məsuliyyət var. Zəhmətcə ki, məsuliyyəti daşı ginən. Daşı ginən, qardaş. Daşımırsınız. Daşımırsınız. Hamınız özünüzü düşünürsünüz. Təkcə özünü düşünən adam necə deyə bilər ki, mən vətəni sevirəm, ürəyim qurban? Yəni, təkcə özünü düşünən, bu qədər zülümün, zillətin, ədalətsizliyin qarşısında sakit qalan adam necə gəlib deyə bilər ki, mən vətənimə canım qurban? Aha, bax. Hava ay qardaş, nə zaman? Məsələ budur, qardaş, özümüzü düzəltməliyik.
Özümüzü düzəltməliyik, özümüzü bilməliyik. Xalq olaraq, millət olaraq, sən əgər Azərbaycanlı olaraq sən ləyaqətli bir vətəndaşsansa, otur başını işlət ki, ağlını işlət. Qaçıb gəlmişik, qarası kimi hərəmiz bir tərəfə səpələnmişik. Bir özünüzdən danışın, deyin görün, niyə bu günə düşmüsünüz siz? Nədən bu günə düşdünüz siz? Niyə gəlib siz Almanın, Fransızın, onun boğazına şərik olmalısınız? Niyə axı? Niyə? Sənin yiyən sahabın yoxdur, sənin dövlətin yoxdur, sənin vətənin yoxdur, qardaş. Niyə sən gəlib Almaniyada işləyib, Alman dövlətinə vergi verməlisən, xidmət eləməlisən və yaxud da başqa dövlətlər olsun? Niyə axı? Sənin ölkənə gələcək ərəblər at oynadacaq, nə bilim, Hindistanlılar, Pakistanlılar, PKK-çılar gəlib at oynadacaq. Sən də gəlib burada Almana vergi verəsən. Bu utanç deyil bu. Ölüb yerə girməliyik biz. Ləyaqətli Azərbaycanlı bu şeydən sonra səsi çıxmırsa ölüb yerə girməlidir. Bu məntiq bunu deyir. Nə var ki, sakit qalıb, səsini çıxartma, mübarizə aparma, dirəniş göstərmə, həqiqəti deməcəklə, əlindən gələn eləmə. Sonra da hər yerdə sinənə döyəcəklə ki, mən nə bilim, Bakılıyam, Bakılı olmağımdan fəxr edirəm. O biri deyir, Şəkiliyəm, Şəkiliyəm. Qardaş, fəxr vaxtı da öyle, bu fəxr zamanı da öyle. Sənin Şəkini də işğal ediblər, Bakını da işğal ediblər. Bu səni maraqlandırmır. Bu səni narahat eləmir. Sən nətər Azərbaycanlısan, nətər sən ləyaqətli, şərəfli Azərbaycanlısan, isə? Nə bu sözlərinin özünə nə boy puxun verirsən sən? Deyir, yazılanlara deyir, cavab verin. Qardaş, hansı yazıları? Yazın da. Biri gəlib burada erməni bayrağı paylaşırlar. Qardaş, ged işinlə məşğul oldu. 44 gündə ağzınızı cırdılar da nə istəyirsiniz? Gedin işinlə məşğul olun. Mən ermənilərlə bağlı danışmıram. Mən Azərbaycanlılarla bağlı danışıram. Azərbaycanın vəziyyəti ilə bağlı danışıram. Deyir, yaşadığın o xarici ölkəyə sadəcə Azərbaycandan mı gəlir? Bəli, mənim üçün sadəcə Azərbaycandan gəlir. Bəli, mənim üçün. Mənim üçün elədir, bəli. Sənin üçün Əfqan da gəlir, gəlsin də mənə nə? Sənin üçün ərəb gəlir, mənə nə? Zəhmət çəksin, ərəb də savaşsın, vuruşsun, öz millətinə belə sözün desin. Mənə nə adiyyat var, sənə nə adiyyat var, qardaş? Hə? Bu günlərim altda qalıb əzilən sənsən, mənəm. Başqa millətlərin bizə nə adiyyatı var ki? Anlamadım mən. Bizi əzilən, bizi pis günə qalan, bizi gələcəyimiz məhv olan. Başqa millətlər qaçıb gəliblər, biz də qaçmalıyıq. Anlamadım mən. Yaxşı nümunə ola bilmərik, yaxşı söz demək olmaz, yaxşı yəni, nümunə götürmək olmaz. Elə gərək onlar qaçır, biz də qaçmalıyıq, eləmi? Hə? Görürsünüz, milli anlayışınız yoxdur. Əyaqda gəzən ölülərsiniz. Ləyaqətli millət yerində olar. Şərəfli millət yerində olar. Bu ölkədə nə millət yerində deyil, nə ilğam yerində deyil, nə məmur yerində deyil, nə polis yerində deyil, nə həkim, nə müəllim, zəlil günə qalmışıq. Bu qədər problemlərin altında qalxıb, ora başqa ölkədən gələn yoxdur. Gəlsin də mənə nə? Ağlı var, geçsin o da savaşsın, o da mübarizə aparsın, o da əlindən gələn eləsin. Mən nə qarım? Mən savaşacağım onların yerinə, mən sözümü deyəcəm. Geçsin desin də, qardaş. Mən sənin üçün danışıram, sənə aiddir, mənə aiddir bu. Bizim həyatımızı sömürürlər, bizim qanımızı içirlər, bizim haqlarımızı, sərvətlərimizi talayırlar, oğluyurlar, anamızı ağladırlar. Bizi işsiz qoyurlar, bizi əxlaqsızlığa, narkomaniya, oğraşlığa, peysərliyə sürülür cəmatım. Bunu bizə qarşı edirlər. Başqa millətin nə əlaqəsi var, qardaş? Məhv olan sənsən, mənəm, sənin bizim evlatlarımızdır. Bu sizi maraqlandırmır. Bu sizi maraqlandırmır, qardaş, maraqlandırmalıdır da. Deyir, zəlil günə qalmağımız şöhrət pərəstliyimizdən qalmışıq. Təbii ki, o da var, mən bir söz demirəm. Təbii ki, nəfsdir də, bəs insanlar niyə susur? Siz elə bilirsiniz ki, bir çox insanlar qorxusundan susur, inan ki, qorxudan deyil. İtirəcəyi var ona görə. İşindən qorxur, arvadını itirər, uşağını itirər, evini dağıdarlar, ondan qorxur. Hər kişinin işi deyil ki, mübarizəyə qarışmaq. Dəfələrlə demişəm, sən nə olsun ki, yaxşı olasan, nə olsun ki, yaxşı kişisin. Sən darvazadan içəri deyə bilərsən, mən kişiyəm. 5-10 nəfər yanında deyə bilərsən. Sən milli məsələdə yoxsan sən, sıfırdan aşağı adamsan sən. Tutardı, getdi. Bunun kökündə də nəfs yatırdı, bəs. İtirəcəyindən qorxur.
Hər oğlun işi deyil ki, bu yolda dədəsini, anasını, arvadını, uşağını, malını, mülkünü qurban versin. Elvin İsayev kimi, bizim kimi. Hər oğlun işi deyil ki, yalandan sinənə döyməklə deyil ki, bayrağı aspıra, millətimi sevirəm, ürəyim qurban. Bunu demək işi nəyə bitirmir ki? Kimdir ki, sənə inanıyor? O qədər denən, o qədər. Al bayrağını belinə, tüs küçələrə artist deyilən olsun ki. Mən millət sevirəm, vətən sevirəm. Hansı milləti? Hansı milləti? Öldürürlər, məni zəlil günə qoyurlar. Anamı ağladırlar. Necə sevirsən ki, sən başa düşənmədin mən. Sən məni müdafiəsiz qoyursan, sən məni sevirsən. Deyir, sənə baxanların neçə saxta profildir. Mən nə bilim, ay qardaş, mənim işim o deyil. Bax, burada məni izləyən, yazan, bax, bu dostlar var. Sizədir mənim sözüm. Burada saxta profil də ola bilər, nə bilim, oyun da ola bilər. 100 dənə oyun ilə, 100 dənə parmaq ilə bura. Məsələ o deyil, burada yazan dostlar, daimi izləyicilərimiz var. Bizim hamımıza aid deyil bu. Bu bir reallıq deyil, bu bir həqiqətdir. Bu bizə aiddir. Bizim saxta profillə nə işimiz var? Bu izdəsindən inirik ki. Biz mübarizə olmalıyıq, biz təşkilatlanmalıyıq, bir mübarizəyə qoşulmalıyıq, bir kişi olmalıyıq, bir kişi millət olmalıyıq biz. Hamı belə özünü düşünür. Hamı özünü düşünür. Qısılıb özünə deyir, 5 şumat qazanla başım dinçlik qutardı getdi. Yəni, mənə dəyməyən ilan 1000 il yaşasın. Yəni, ləyaqətli Azərbaycanlı bu düşüncəni yaşaya bilməz. Şəxsiyyəti olan Azərbaycanlı bu düşüncəni yaşaya bilməz. Yəni, mümkün deyil, məntiq buna yol vermir. Məntiq, ləyaqət buna yol vermir. Sizdə nə ləyaqətdir, nə məntiqdir ki, ona yol verirsiniz. Yəni, hələ də mənə çatmır. Bax, bu deyil problemimiz, dostlar. Problemimiz budur. Bəli, pula meyilliyik. Pula meyilliyimiz var. Pula meyilliyik. Bax, burada da Almaniyada gəlib Azərbaycandan az gəlib bura yerləşib, işi, gücü, pulu, nə bilim, ailəsi uşaq rahat yaşayıb, sizi qutardı getdi. Qutardı getdi. Nə mübarizə, nə vətən, nə millət. Elə belə sözdə arada deyirəm ki, millətimi sevirəm, bayrağa bax, öpürəm, qoyuram belə marça-mart gözünün üstünə. Qutardı getdi, mən millət sevirəm, vətən sən mənə inanmalısan. Necə inanım ki? Necə? Mən əsirlər öldürürlər, sən mənə müdafiə eləmirsən. Necə inanım ki, sən mən? Kimi inandırmağa çalışırsan sən bununla? Məsələ budur, qardaş. Niyə? Çünki sırası gəlirlər, bura pulu görürlər, rahatı görürlər, səsləri kəsir. Sonra da hər yerə hara baxsın, restoran açırlar, taraf, şu bayrağı vururlar, ola ki, alayım, baxın, millət sevirik, vətən sevirik, canımız qurban. Hardan ha, qardaş? Qarnını güdməyə gəlmirsən, sən bura. Sən mübarizə aparan ləyaqətli oğullara nə dəstək vermirsən, nə özün mübarizə aparmırsan. Qardaş, sən ona bayrağı vursan nə olacaq? Sən elə vətəni sevirəm desən nə olacaq? Onu İlham Əliyev də deyir də. Dizini atır yerə, İlham Əliyev bayrağı öpür. Amma bu tərəfdən də anamızı ağladır. Yəni deyirəm ki, gəlin reallıqla barışaq. Bu təriflərlə, boş-boş şeylərlə özümüzü allatmayaq. Allah bizə ağıl verib, şuur verib. Beğenin dostlar, beğenin, paylaşın. Salam, salam. Facebook'ta yazan dostlara salam olsun. Beğenin dostlar, beğenin, paylaşın. Yəni, bizim özümüzdə də günah çoxdur, özümüzdə də problem çoxdur. İndi mən çıxıram hakimiyyəti, nə bilim, onların bu saxta müxalifətinə qarşı sözümü deyirəm. Bəli, bu bir argumentdir ki, bəzən hərdən deyirsiniz. Hərdən yox, elə çox adam deyir. Kimə inanaq, kimin dalınca gedək? Qardaş, yoxdursa yaratmaq lazımdır da. Yəni, bu argument səni mübarizədən çəkindirə bilməz. Mümkün deyil, çəkindirə bilməz. Yoxdursa yaratmaq lazımdır. Yaratmaq lazımdır, iş görmək lazımdır, vuruşmaq lazımdır, mübarizəyə qoşulmaq lazımdır. Bu meydan bir ələkdir. Ələnməliyik ki, kim bu milləti təşkilatlandıra bilər? Cəsarətli oğullar, qızlar əl-ələ versin, bir istiqamət üzərindən bu milləti təşkilatlandırsın. Azərbaycanda dəyişiklik eləyək. Bu meydan bir ələkdir. Gəlin, deyirəm, gəlin ələnək. Sən təmiz oğlansansa, kişisənsə, ləyaqətin varsa, ləyaqətli vətəndaşsansa, gəlin, tək kişilərə yox, cinsi olaraq demirəm, qadınlarımıza da. Ləyaqətli insanlarımıza səslənəm. Gəlin, bu meydan ələkdir. Ələnək. Ələnək, görək kim bu meydanda
duruş gətirə bilir bu təşkilatlanmada? Duruş gətirən insanlar önə keçməlidir. Onlar bu milləti dalınca aparmalıdır, arxasınca. Gəlin bunu eləyək. Qardaş, siz gəlmirsiniz ki, hamınız bəhanə gətirsiniz. Kimə inanaq? Güya siz ağıllısınız, mən ağılsızam. Mən niyə varam meydanda? Mən də durum kənarda sizin kimi bayrağımı sevirəm, vətənimi sevirəm, ürəyim qurban, nə bilim, böyrəyim qurban. Deyib gedib öz işimlə məşğul ola bilmərəm. Kim də məni mübarizəyə çağırsa deyərəm ki, kimə inanaq? Nə var ki bunu eləmək? Çətin məsələdir mənim əlimdə. Bəyən mən sizdən ağılsızam. Məsələ bu deyil, qardaş. Özümüzü düzəltməliyik, özümüzə çəki düzən verməliyik. Ağıllı millət olmalıyıq. Bir ağıl ki, sənin qarnın üçün, nəfsin üçün işləyicə, kişinin nə olur? Sən bədbaxtsan, sən ağlının işğalındasan, sən. Sən ağlını düzəld, özünü bir çəki düzən vercinə, bir ağıllı ol cinə, bir otur özünlə danış cinə. Belə bərbəzək verməklə bu işlər olmur, qardaş. Bəhanələrlə işlər olmur. Yox, kimə inanaq, kimin dalınca gedək. Gör, mən bunları bilmirəm. Sən bunu mənə deyirsən, amma mən birbaşa inanmadığımız, oyun oynadığı adamlar bizi ələ salanlar. Mən çıxıram ifşa eləyirəm. Mən çıxıram ifşa eləyirəm. Sözümü deyirəm. Amma sən bunu bəhanə gətirirsən. Mənim ifşa elədiyim adamları sən mənə bəhanə gətirirsən. Mənim nəyimə lazımdır, qardaş, sənin bəhanən? Mənə sənin cəsarətin lazımdır, sənin ağıllı, şuurlu olmağın, ön cərgiyə keçməyin, xalqını təşkilatlandırmaq, sevmək, bir yerə yığmaq, bir hərəkət yaradaq, əlimizdən gələn ilə mənə bu lazımdır. Mən deyirəm ki, sən dediyimə güya bilmirəm. Kimə inanaq? Xalq var, xalq sənsən də. Bu günə qədər bəlkə mənə dostlar, bu neçə illərdə 10 minlərlə insanlar bəlkə üst-üstə hesablasın, zəng eləyib, yazıb ki, kimə inanaq, xalq yoxdur, nə bilim nədir. 10 minlərlə insanlar yazıb bunu mənə. Xalq kimdir ki, sizsiz də? Xalq kimdir ki, sizsiz də? Sizə yazmışam, sizə demişəm də. Amma siz gəlirsiniz, bəhanə gətirib çıxıb gedirsiniz. Xalq var, xalq var. Xalq kimdir qardaş? Sən, mənəm. Mənə deyən adamlar var, xalq var, inan, kimə inanaq? Sizdə xalq kimdir ki? Sizdən bir yerdə iş görməliyik də. Siz özünüz yoxsunuz da, özünüz özünüzə deyirsiniz, xalq var. Yoxsuz, siz yoxsunuz da. Yalan danışırsınız da, siz xalqın ləyaqətli evlatları deyilsiniz onda belə çıxır. Xalq var. Hamı gəlib xalq var. Özü yoxdur deyir, xalq var. Belə dəhşətdir, yəni millət elə qəşətdir, oyun oynayır ki, söz oyunu deyə əməlli başlayacaq. And olsun Allaha. Salam dostlar, hər vaxtınız xeyir olsun. Deyir, sizə bir şey deyim, deyir, zəhmət. Keçən kim acından ölür? Qardaş, söhbət acından ölmək məsələsi deyil, ədalətsizlik məsələsidir. Başa düşdün? İstəyirsən sən gündə 10 milyon pul qazan. Hatta sabah gəlib qızını zorlayıb pulunu verib canını qurtaracaq. Məsələ budur. İstəyirsən gününə 100 milyon qazan. Gəlib sabah oğlunu öldürəcək, pulunu verib qanını batıracaq. Məsələ ədalətsizlik məsələsidir. İnsan dəyərinin ayaqlar altda qalması məsələsidir. O qədər bu cəmaat aşılırlar ki, bu acından ölmək. Cəmaat elə bilir ki, biz acından ölürük deyə İlham Əliyevi devirməliyik. Bizim qarnımız tox olsa, biz İlham Əliyevi devirməməliyik. Ədalətsizlik olsun, uğraşlıq olsun, özbaşınalıq olsun, amma qarnımızda tox olsun. Belə bir düşüncə olar ki, belə bir abırçılıq olar. Ədalətsizlik var, qardaş. Bir ölkədə nə heyvana dəyər var, nə insana, nə qadına, nə kişiyə, nə bitkiyə, nə təbiətə, heç nəyə. Belə olan halda qarnın tox olsa nə olacaq ki? Bəyəm qarın toxluğu sənin ədalətli yaşamağından mesaj verir? Kişi kimi yaşamağından mesaj verir? O deyil, qardaş. Xahiş edirəm, hesabı düzgün aparın. Ölkəyə ədalət lazımdır. Azadlıq lazımdır. İnsanlara rahatlıq lazımdır, qardaş. Ona qalsa mənim qarnım da toxdur da burada. Onda mən ağılsızam da, eləmi? Yəni siz qədər yoxam da mən. Mənim də qarnım toxdur. Kökümüzə gətirin, mənə yemək zad verir. 'Öz əlimin zəhməti ilə yaşayıram, dolanıram. 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 'Öz əlimin
Baxın, məsələ o deyil axı. Məsələ ədalətsizlik məsələsidir. Məsələ qanunların yox, fərdlərin şah olma məsələsidir. Olmaz. Bu ölkədə qanun şah olmalıdır. Bitti. Deyir, Suriya xalqı qədər də ola bilmirik. Biz sən heç Suriya xalqı yox, biz özümüz xalq olmalıyıq. Biz özümüz xalq olmalıyıq. And olsun Allah, bax, burada bəzi ərəb dostlar var. Bir çoxları özləri getdilər. Getdilər, pasportlarını təhvil verdilər. İşlərini burada işlədilər, pullarını yığdılar. Tutdular, getdilər. Tutdular, getdilər. Düzdür, indi orada biraz vəziyyət başqadır. Ola bilsin ki, orada yenə də nəsə müharibə olur. Amma getdilər. Adamlar yəni bir şans tapan kimi getdilər. Yəni mən də deyirəm ki, gəlin biz də vətənimizə qayıtmaq üçün əlimizdən gələni eləyək. Təşkilatlanaq, əl-ələ verək. Bir kişi millət olaraq biz bir güc təsirimiz olsun. Qoy dünya bizə baxsın, fəxr eləsin, desin, bu nə gözəl kişi millətidir bu millət. Nə gözəl ləyaqətdir bu, təşkilatlanıb, bu gücə güc qatıbdır. Nə ləyaqətdir millətdir bu millət, nə ağıllı millətdir. İstəmirsiniz belə olasınız. İstəmirsiniz, xoşunuz gəlmir. Yəni başınız uca, diri, yetişdirən, ağıllı, təşkilatlanmış, gücə çevrilmiş, Azərbaycanda bir balaca hadisə olan kimi sıracı bütün dünyanı zəlzələyə salsın, vəlvəliyə salsın. Belə millət olmaq istəmirsiniz, elə misiniz? Ancaq elə çurban kimi, paskuda kimi başımız elə onun bunun əlinin altında şapalaq altında olsun da. Bizi əssinlər, bizim anamızı ağlatsınlar. Hər yerdə bizi çurban günə qoysunlar. Yəni buna öyrəşmişik, bunu istəyirik biz. Kişi belə olmamalıdır axı. Ləyaqətli millət belə olmamalıdır ha insanlar, ha qardaşlar. Bunu nətər qəbul edirsiniz? Mən qəbul eləmirəm. Və eləməyəcəm də, qəbrə qədər. Mən şərəfli bir millətin evladıyam. Mən belə ola bilmərəm, mən qəbul eləmirəm mən. İstəmirəm mən belə yaşamaq. Və həmçinin də millətin belə yaşamamalıdır. Sənin qardaş təşkilatlanmağa, ağıllı olmağa, savadlı olmağa, təhsil almağa, buna haqqım var. O günlərim bir video paylaşmışam ki, qısa kəsib paylaşmışam, onu videodan kəsib satmışdım. Orada demişəm ki, mən Azərbaycan xalqının 8 saat, 10 saat yox, 5 saat işləməsinin tərəfdarıyam. 5 saatdan artıq olmaz. Görüb bəzi manqurtlar yazır ki orada, deyir, dünyanın arasında var deyir belə işləmək. Yoxdur, qoy bizdə olsun da. Niyə olmamalıdır ki? Niyə? Niyə biz təhsilə vaxt ayırmamalıyıq? Niyə biz kitab oxumağa vaxt ayırmamalıyıq? Niyə siyasətlə məşğul olmağa, ölkənin vəziyyəti ilə maraqlanmağa vaxt ayırmamalıyıq, vaxtımız olmamalıdır? Niyə biz məsəl üçün, mənim ailəm olmalıdır, mən gedib ailəmin uşağımı götürüb rahatça gedib illə 2 dəfə, 3 dəfə istədiyim ölkədə, istədiyim Azərbaycanın bir gözəl güşəsində rayonda iştirak gəzməməliyim? Niyə axı? Nə üçün? Nə üçün? Niyə mən ayda 5 saat, hər gün 5 saat işləyib ayda mən 3000 maaş almamalıyım? Niyə axı, niyə? Niyə bunu qəbullamamalıyıq ki? Nədən bunun üzərində başımızı işlətməməliyik? Ağıllı millət olmamalıyıq. Niyə? Bu deyil məsələ, qardaş. Hələ də başını aşağı salır. Ancaq qarnının nəfsi olan, qarnına kölə olan adamlar gəlib yazır ki, dünyanın arasında var. Dünyanın mənə nə? Dünyadan mənə nə? Mən bilirəm ki, bizim sərvətlərimiz var. Biz 1 milyard deyilik, biz nə bilim 100 milyon deyilik, 500 milyon deyilik, biz 10 milyon xalqıq, 10 milyon. Bütün dünyaya da pul səpələyik, əməliyik. Bu qədər səpələnən pullar sənin mənimdir. O pullarla bu ölkəni dünyada ən irəli birinci yerə dartmaq olar. Ən irəli. Hələ mən deyirəm 5 saat işləmək. İnanın ki, ölkəni elə yerə gətirib çıxartmaq olar. İşləmərsən də. İşləmərsən də. Gələr sənin ölkəndə başqa ölkənin ustaları, fəhlələri işləyər. Sənin üçün. Bax, elə zəngin millətsən sən. Sən prosto onu görmək istəmirsən. Bilirsən əslində, qanırsan. Qəşək qanırsan. Bilərəkdən də özünü qoymuşsan qanmamazlığa. Bilməməzliyə. Qəbul eləmirsən. Deyirsən, mən heyvan olmalıyam mən. Qoyun kimi, eşşək kimi mənim belimə yük vurmalıdırlar. Eşşək kimi məni işlətməlidirlər 15 saat. Axşam da evimə gedəndə 20 mat cibimə, 30 mat cibimə pul qoymalıdırlar. Sən bunu istəyirsən sən. Amma mən onu istəmirəm. Sən buna layiq deyilsən, ha insan.
Deyir həbsə girsəm, deyir mənim ailəmə kim baxacaq? Mən həbsə girdim, mənim ailəmə kim baxdı ki? Ona deməkdir ki, o qədər həbsə girənlər var ki, bəyəm onların ailəsinə kim baxır? Gənə dolanırlar, gənə Allah onun rızqını verir. Allahın rızqından, Allahın rızqından belə qaçırsınız. Bədbaxtsınız, bədbaxt. Siz hələ də başa çox qanmırsınız ki, haqqı deyirsənsə, içəri belə tutsun, Allah sənin ailəni qoruyacaqdır. Bəyəm bu qədər sözünü deyən, bax, 400-dən artıq siyasi məhbuslarımız var. Bunların ailələrinə kim baxır ki? Allah verir rızqını. Onlar çöldə olanda da ailələri əziyyət çəkirdi, əziyyətlə Allah rızqısını verirdi. İçəridə də olanda. Fərqi nədir ki? Məntiqə bir baxın, ha. Mən içəri düşəcəm, mənim ailəmə kim baxacaq ki? Yaxşı, deyək ki, sabah sənin maşın vurdu, öldürdü, Allah göstərməsin. Ailənə kim baxacaq? Onda evlənmədi, ha? Ailə qurmadı, qardaş. Getdin iş yerinə, işlədin, yıxıldın, öldün. Ailənə kim baxacaq? O da evlənmədi onda. Məntiqə bir bax, ha. Mən tutulsam, həbs olunsun, mənim ailəmə kim baxacaq? Mən burada tutuldum, mənim ailəmə sən baxdın. Hə? Mənim özümə sən baxdın. Sıfırdan başladım, küçələrdə yatırdım. Sıfırdan başladım, gəldim bir yerə çıxdım. Allahıma min şükürlər olsun. Sən baxdın mənə. Məntiqə bir bax, niyə ki? Adamlar ailəsinin rızqına belə təpi yatırlar. Gör nə qədər Allahsız, gör nə qədər Allahdan üz döndərmiş Azərbaycanlılar var. Rəzalətin gəlib çıxdığı bir yerə bir bax. Mən həbs olunsam ailəmə kim baxacaq? Dəhşət. Dəhşət dostlar. And olsun Allah, dəhşətdir. Belə millət, yəni deyir, ay kişi deyir, yaşadığın o ölkədə deyir, robot kimi çalışmırsan mı? Hə də mən çalışıram da, istəmirəm çalışam da. Mən ona çalışıram ki, istəmirəm. İstəmirəm, mən heyvan deyiləm, mən robot deyiləm, mən insanam mən. Mənim vətənim deyil, Almaniya, mənim vətənim Azərbaycandır. Oranı bunların işğalından azad edib, adam balası kimi bir hökumət qurub, bir dövlət qurub, kişilərdən, ləyaqətli kişilərdən ibarət olan idarəçilər qurmaq lazım, idarə eləməlidir bizi kişilər. Gedib mən öz ölkəmdə yaşamalıyım. Mən burada robot kimi işləyirəm, orada işləmək istəmirəm. Gedib orada Azərbaycanda bayaq dediyim kimi 4-5 saat işləyib ayda 2000 pulumu almalıyam. Adam kimi də yaşamalıyam. Mən buna layiqəm. Sən layiq deyilsən. Sən mütləq heyvan kimi yaşamalısan. Və mən buna görə çalışıram da qardaş. Gəlin gedək adam balası kimi yaşayaq, təşkilatdan al. Gücə çevrilir. Allah'ın olsun bunların elə bir gücü yoxdur bu Əliyev rejiminin. Qorxmayın, qorxaq olmayın ha kişi. Bunların elə bir gücü yoxdan da olsun. Bunlar qorxaqdılar. Qorxaqdılar. Bunlar 5 nəfərin bir yerə gəlməsindən qorxurlar. Təsəvvür edirsiniz bu nə deməkdir? 5 nəfərin bir yerə gəlməsindən it kimi qorxurlar. İt kimi. Nədən qorxursunuz? Gəlin təşkilatlanaq, kişi, adamıq, insanıq. Gəlin təşkilatlanaq, əl-ələ verək, bir istiqamətdə yol olaq, dost olaq, qardaş olaq, bizi əqidə birləşdirsin. Bir gücə çevrilək. Bunları devrə rədd eləyək, gələk, oturaq kişi kimi ölkənin başında bu milləti idarə eləyək də. Buna layiqik də, qardaş. Niyə mən gedib burada Almanın robot kimi işləməliyim? Mən də bunun savaşını aparıram da, qardaş. Tək mənim yox, elə burada Azərbaycanlılar var nə qədər. Elə bir çoxu da şikayət eləyir. Bir çoxu da deyir, Almaniyada robot həyatıdır, nə bilim nə həyatıdır, səhər, axşam evə. Gəlin savaşın da, gəlin mübarizəyə qoşulun, dəstək verin. Bax, hərəkət yaratmışıq həqiqi vəhdət. Hani haradasınız? Niyə dəstək vermirsiniz? Niyə gəlmirsiniz? Azad olmaq istəmirsiniz? Elə sizə bu yaşayış mı layiqdir? Mən də buna çağırmışam da. Gəlmirsiniz ki. Gəlmirsiniz. Mən can atıram ki, bu yaşayışdan çıxam istəmirəm, qardaş. Azərbaycan ədalətli olmalıdır. Azərbaycanda bir ədalətli sistem olmalıdır. Məhkəmə sistemi azad olmalıdır. Əxlaqsızlıq ortadan qalmalıdır. Narkomaniya ortadan qalmalıdır. Ölkə düzəlməlidir. İnsanlar özünü düzəltməlidir. İnsanlar özünə gəlməlidir, qardaş. Haqq ədalət bərpa olunmalıdır. Hər rayonların, misal üçün Lənkərandır, Lənkəran xalqının içindən ləyaqətli öz xalqını idarə edəcək bir kişi icra başçısı keçməlidir. O xalqını idarə eləməlidir. Lənkəran xalqının xüsusiyyətini, Lənkəran xalqının düşdüyü vəziyyətdən çıxarda bilən Lənkəran xalqının kişisi ola bilər. Bərdə onun kimi, Şəki onun kimi, Tərtər onun kimi, Bakı onun kimi, hay kişi, hay insanlar. Bu
Mən də deyirəm, gəlin şərait yaradaq, gəlin bunları təşkilatlanaq, gücə çevirək, bunları devrət vızqırsın, geçsin, aynı, nə də bu bezmiş yebi. Qarası kimi səpələnmiş dünyanın dörd bir tərəfinə, nə bilim, 100 min Fransada, 500 min Almaniyada, 2 milyon, 3 milyon Rusiyada, belə millət olar, hə? Belə millət olur. Deyir, inşallah ailə qursan, evlad olmaq nə deməkdir, görərsən. Qardaş, inşallah olsun, mən söhbət ondan getmir. Evladın olmağı məsələsi deyil. Dedim axı, bayaq mən argument gətirdim. Bax, inşallah ki, sizin də evladınız var ki, belə burada yazırsınız. Nə gözəl, Allah saxlasın. Sabahlarım Allah göstərməsin. Getdin, öldün, maşın burada öldürdü. Gecə yatdın, səhər durmadın. Nətər olacaq? Nə fikirləşirsən? Heç siyasəti zadı qoyuram bir kənara, bu həbsdə, bunlar qorub kənara. Deyirəm ki, sabahlarım o qədər belə oğullar həyatından köçüb ki, o qədər, bilirsiniz də, düzdürmü? Nə qədər cavan oğlanlar, cavan qardaşlar, ailəsi olub, uşağı olubsa, o da sizin kimi ailəsinin uşağını düşünürdü. Təkcə ailəsinin uşağını, demirəm pis şeydi. Təkcə ailəsinin uşağını düşünürdü. O qədər elə oğullar dünyasını dəyişir. Nə olub, onların uşaqları öldü, qırıldı, böyümədi. Ha, qardaş, rızqı verən Allahdır. Allaha qarşı oynamayın, heç ki belə hərəkət eləməklə. Sənin balanın rızqını Allah verir. Allah göndərir sənin əlinlə, sən atasının əli ilə. Sabah sən ölsən, anasının əli ilə, nə bilim, nənəsinin əli ilə, babasının əli ilə, Allah hardasa göndərəcək ona. Yadınızda saxlayın, həyatda dostlar, insanın həyatda qurduğu planların %99'u iflasa uğrayır. Diqqət eləmişsiniz siz? %1% həyata keçir. Yəni 10 plan qurarsan, biri həyata keçir, 9 iflasa uğrayır. Niyə? Çünki Allahın nizamındasan sən. Allah səni nizamlayır. Allah sənin rızqını verir. Allah deyir ki, mən varam. Sən kimsən, sən özündən plan qurursan. Plan qurarsan, onda birini verəcəm, sevindirəcəm səni. Всё. O 9'u mənim əlimdən, mən nəzarət edirəm sənə. Sən kimsən ki sən? Mən öləcəm, uşağıma kim baxacaq? Türməyə gedəcəm, ailəmə kim baxacaq? Kimsən ki sən? Allah bunu deyir. Siz insanlar Allahsızlaşıb da Allahdan uzaq durub deyə dostlar, sözdə Allahın yanındadır. Beyin olaraq, təfəkkür olaraq, qəlb olaraq Allahın yanında deyirlər. Allahı sevmirlər əslində. Yəni bir sözü, bu sözü ləyaqətli adam deyə bilməz, bu sözü Allahı sevən adam deyə bilməz. Mənim ailəm var. Var da. Səndən öncə Allahındır sənin ailən. Səndən öncə Allahındır sənin uşağında, həyat yoldaşında. Allahın nəzarətindədir. Kimsən ki sən? Bizim millət deyir, oxumadan, əziyyət çəkmədən hazıra nazır olmaq istəyir. Əlbəttə ki. Bax, indi görürsünüz, hamı hazıra nazır. Bax, ölkədən Azərbaycanlar qaçıb getmişik, Almaniya, Fransa, ora-bura pul da alınca, pul üçün getmişik. Nəyə görə? Ki, Almaniya sevirdi, ona görə gəldi. Ki, bu qədər millət Almaniya sevirdi, ona görə gəldi. Yox, buna görə gəlmir. Pula görə, məqsəd puldur. Pul. İşləmək. Hazır var, gəlir, bırak, tutardı, getdi. Əziyyət çəkib ölkəni Almaniyanın gününə qoymur. Əziyyət çəkib ölkəni gətirib Fransanın gününə çıxartmaq istəmir. Yəni, ədalət olsun, haqq olsun, qanun olsun, müstəqil məhkəmə olsun, istəmirlər. Əziyyət çəkmək istəmirlər. Bədbax millətiyə biz. Bir tərəfdən həqiqətən çox bədbax millətiyə biz. Biz yazıq millətiyə biz. Deyir, həbsə girən siyasilərin ailələrinə baxan var. Bəli, Allah baxır. Allah baxır, əlbəttə ki. Dedim, bayaqdan danış, Allah baxır, Allah göndərir onların rızqını. O nə deməkdir ki? Bu günə qədər heç bir acından ölməyibsə, demək ki, nədir? Yaşayırlarsa, demək ki, Allah rızqını göndərir də. Düzdürmü? Qutarda getdi, burada nə var ki? Sən Allahla iş görmürsən deyə sən qorxursan da. Sən Allahla iş görmürsən deyə elə bilirsən ki, yəni ölümsüz yaşayasın kimi özünü aparırsan. Mən həbsə düşərəm, ailəmə kim baxar? Ölərəm ailəyə. Bir dəhşətdir, belə biabırçı bir durumdadır bu millət. Ağla məntiqə bir baxın. Mən həbs olunsam ailəmə kim baxacaq?
İndi sağ olam gəlirəm məni. Məsəl üçün Vidadi İskəndərini öldürdülər burada. Ailəsinə kim baxır? Allah verir də rızqını gənə. Kim verir ki? Vidadi İskəndərini burada rəhmətli, Allah rəhmət eləsin. Öldürdülər. Kim baxır ki ailəsinə? Elşad baxır, Qabil baxır, Mirzəli baxır, Tural baxır, Qənimat baxır. Kim baxır ki? Allah verir də rızqını. Kim baxır ki? Heç kəs baxmır bizlərdən, düzdürmü? Gərək özü baxır ki, Allah verir. Yəni, özünüzü bu qədər ucuzlaşdırmayın da, dəyərlisiniz axı siz. Allah sizə dəyərli yaradıb. Özünüzü Allah qarşısında dəyərsizləşdirirsiniz. Yerdən yerə vurursunuz. Allah qarşısında demirsiniz ki, ey Allahım, mən sənin bəndənəm. Sənin göndərdiyinə bütün nə göndərirsə şükür eləyirəm. Yaxşı günümə də, pis günümə də şükür eləyirəm. Ailəmə göndərdiyin o rızqa şükür eləyirəm. Demirsiniz ki bunu. Siz bu məntiqlə yaşamırsınız. Hamı elə başa düşür, adam gedir ailə qurur, arvad uşaq olur, qutardı getdi. Mən haqqı demeyim ki, mənim arvadıma, uşağıma kim baxır həbsə düşdü? Məni öldürsələr kim baxacaqdı? Yox qardaşım, belə məntiq yoxdur. Xahiş edirəm bu təfəkkürdən çıxın, özünüzü allatmayın. Özünüzə çəki düzən verin, özünüzə Allahınız olsun, vicdanınız olsun. Bu sizin Allahsız vicdansız olduğunuza xəbər verir. Buradan çox işıq düşür, elə deyən görüm. Əvəz Əmraslanov, bu kimdir? Gəl burada təhqir edeyim. Bu kimdir belə? Aya gedişindən məşğul olun. Yox, faktdır da qardaş, şimdi deyir, çox gözəl intellekt düşüncəsi var. Faktdır da qardaş, faktdır. Yəni, burada yalanla, mən deyirəm ki, gəlin özümüzə, yalanlarla özümüzdə qorxu hissi yaratmayaq. Elemental bir şeydir. Mənim ailəmə kim baxar həbs olunsun? Elemental bir şeydir, yəni nə deməkdir ki bu? Yəni, sənin ailənə kim baxar, nədir? O qədər Azərbaycanda ac qalan ailələr var ki, evin kişisi ola, ha, evin kişisidir, qadınıdır, uşağıdır. Ola, acından ölürlər, vəziyyətləri pisdir. Adamlar ailərindən ət görmür, ətsiz görmür. Quraqdan Rusiyadan, Almaniyadan, oradan buradan qardaşlar yığışır, kömək eləyir. Amma kişisi var ha evin. Elə bir vəziyyətdir ki, işləyə bilmir. İşləmə qabiliyyətini itirib və yaxud da, yəni xaricdə olanlardan və yaxud da daxildə olanlardan onlara köməkli eləyənlər var. Yəni rızqı Allah onların əlinə göndərir. Başa düşürsünüz dostlar. Belə şeylərdən özünüzü allatmayın. Yox, mən tutulacam, mənim ailəmə kim baxacaq, yəni nə bilim nə qalacaq. Qardaş, Allah verəndir, Allah yetirəndir. Allah özü hər şeyi görür. Hər şeyi nizamlayandır. Belə şeylərlə özünüzü allatmayın, özünüzü qorxu içinə salmayın. Yəni özünüzdə qorxu yaradır sizi. Bax, elemental bir şeydir. Bax, düşünür ki, mən haqqı deyərəm, doğrunu deyərəm, dəstək verərəm, məni tutarlar, ailəmə kim baxar, ac qalar. Bu artıq özünü qorxutmaq deməkdir. Mən bunu deyirəm, düşünürəm, özümə deyirəm ki, Rafael Priyo, haqqı demə, haqqı demə ki, Narvazana kim baxar? Hətta bunu da özünə müxalifət deyənlər var, bu ortalıqdakılar. Onlar da yayır da bir ara. Onlar da çox yayırdı bunu. Xalq qorxur da nağarsın, gələ bilmir. Qorxur, çıx ki, danış, xalqın qorxusunu içindən çıxart, beynindən çıxart, başa sal ki, danış ki, müxalifət deyilsə, nereden mən çıxırsan, sən orada İlham Əliyev filan yerə 100 milyon qoydu, filana nə bilim, filan yerdə məktəb tikdi, nə bilim nə var. Nereden mən bunu, bilirik də bunu. Müxalifət deyilsə, müxalifət sədri deyilsə, müxalifətin üzvləri yetişməmişsiniz, siz müxalifət deyil, yığışın bir yerə, xalqı marifləndirin. Xalqın qorxusunu beynindən çıxardın. Denəcək ki, sən ailənə kim baxacaq, nədir, nə danışsan, ha qardaş? Nə Allahsızlıq edirsən? Bu nədir belə? Mən haqqı demeyim, doğrular demeyim ki, mənim ailəmə kim baxacaq? Bunu çıxın, izah edin, danışın da cəmaata.
Bu müxalifət belə olur da. Müxalifətin işi budur da. Bə. O güc toplamalıdır. Onu deyə insanların iradəsini qazanıb, gücə çevrilib, güc toplayıb, ondan sonra o haqqı deyən partiyanın içərisində kim varsa, haqqı deyən girir içəri, digər insanlar onun ailəsinə köməklik eləyəcək. Başa düşdünüz? Etməyin də, belə şeylər etməyin. Yəni, çıxın xalqı maarifləndirin, başa salın, qandırın. Deyir Rafael, bəzi şeylər dua ilə, zadla olmur. Gerçəklər adamı çox ağır vurur. Əlbəttə ki, qardaş. Əlbəttə ki, dostum. Yəni, Allah bilsiz, dostlar, namazını da buyurur. Bu Azərbaycanda niyə bəs bax, dindar qardaşlar hərdən görsün, mənim özümdə, digər insanlar da ortalıqda onları tənqid edir. Niyə? Çünki adamlar elə başa düşür ki, bir dənə namaz qıldınsa, qutardı, getdi də. Namaz qıldın, içkidən, narkotikdən, zaddan, hər şeydən uzaq durdun, hər şey qaydasında fisiyor. Adam başa düşmür ki, Allahın ilk əmri nədir? Haqsızlığa qarşı çıx. Mən sizi inandırım ki, Allahdan üz döndərib ateist olanlar var, deyir, inkar edir ki, Allah yoxdur. O adamlar mübarizə aparsa Allah onları qoruyar, amma mübarizə aparmayan, gecə-gündüz namaz qılan Allah qorumaz. Bəzən qorumaz. Allahın kahır sifəti var, dostlar. Allah onlara qəzəbini göstərir, onları qorumamaqla. Ki, qardaş, sən namaz qılırsan, bildik. Və bu haqqı niyə demərsən? Bu zülmə qarşı niyə savaşmırsan? Sənin namaz qıldığın torpaqlar işğal altındadır. Sənin namaz qıldığın ölkə terrorçuların, xainlərin, Allahın düşmənlərinin işğalındadır. Sən istəyirsən hər gün axşama qədər 78 dəfə namaz qılcına. Allah bəzən onları qorumaz, amma Allah yoxdur deyən ateist savaşarsa Allah onu qoruyar. İnanın ki, qoruyar və qoruyur da. Bu belədir, dostlar. Allah görür, nizamlayır. Ona görə deyirəm, bax, hərdən də, bax, Allahın ilk əmrlərini yerinə yetirməyən, gedir, ondan sonraki əmrlərini yerinə yetirir. Bax, ha, piləkəndir də, İslam piləkənləndir. Piləkən. Birinci piləkənə ayağını basmır, ikinci piləkənə ayağını basır. Getdim namaz qılmağa, getdim oruç tutmağa, qurban kəsməyə. Paylayıram kasıbları, Allah məni sevəcək. Yəni, pis dəhşətdir, yəni, insanlar iki rəkat deyir, namaz qılsan, deyir, darmadağın olasın. Yox, məsələ o deyil. Namaz Allahın şərtlərindən biridir, amma Allahın ən öndə gedən şərti nədir? Sən misal üçün evdə yaşayırsan, yaşadığın otağı təmizləməsən, təmiz saxlamasan, yata bilərsənmi? Burada yaşaya bilərsənmi? Yox. Bu da həmən şeydir. Sən yerini təmizlə, ondan sonra sən namazından danış. Demirəm, namaz qılma. Qıl, namaz da qıl, amma Allahın ilk şərti var axı. Zülmə qarşı savaş, haqsızlıq varsa qarşısında duruş gətir. Sən onsuz da ölümlüsən, onsuz da öləsən. Nə qədər mübarizə aparmayan oğullar, qızlar vaxtsız ölüb gedir. Fikir verirsiniz, nə qədər də doludur. Amma haqqı deyin də, haqqı deyin, duruş gətirin, vuruşun, savaşın, dirəniş göstərin. Qardaş, ləyaqətli insanın ləyaqətli, nəinki Azərbaycanlı, ümumiyyətcə, Allahın yaratdığı ləyaqətli bir bəndənin, şərəfli bir bəndənin, ağıllı, şuurlu, nəfsinə köl olmayan bir bəndənin davası olmalıdır. Yəni, kişinin bir davası olar. Namuslu adamın davası olar. Sənin davan yoxdursa, qardaş, sən o qədər namusdan danış, o qədər ləyaqətdən danış, o qədər namaz qılmaqdan danış, o qədər Allah deyir ki, nə olsun ki? Nə olsun ki? Sən bununla məni necə inandıra bilərsən özünə? Yəni, düz gəlmir, dostlar. Biz insanıq, həyatda bir davamız olmalıdır. Haqsızlıq varsa qarşısında duruş gətirmək lazımdır. Demirəm ki, hamı mənim dediyim kimi olmalıdır mütləq. Yox, belə deyil. Belə deyil. Olmayanları da var. Amma olmaq lazımdır. Olmaq lazımdır. Əlimizdən gələn eləməliyik. Mübariz olmalıyıq. Dirəniş göstərməliyik, qardaş. Düzə-düz əri-əri demək lazımdır. Yox, mənim dədəmi tutarlar, yox, anamı tutarlar. O vaxtı mənim anam getdi Azərbaycana, Türkiyədən.
Təsəvvür edirsiniz, polis gəlib qapıya 2020-ci ildə də polis gəlib qapıya deyib ki, bəs sən sizin oğlunuz Rafael Piriyev xaricdən oturub prezidenti söyür. Anam da deyib ki, mən nə varım ki? 3-4 polis gedib. Deyib, necə nə varım? Deyib, sizin oğlunuz. Deyib ki, sən hardan almışsan bu polis pagonunu? Sən necə polissin sən? Sən danışsın sən. Rafael 2 yaşı var, 1 yaşı var. Baxça uşağıdır. Bu nə sözdür mənə danışsın? Rafaelin 40 yaşı var. Bu nə sözdür mənə deyəcək? Sənin oğlun. Mən nə varım ki? Siz eləmişsiniz. Siz aparıb çöllərə salmışsınız da mənim oğlumu. Cəmaatı bu günə qoyarsız olubsuz da. Necə polis biraz orada alçaqlıq eləməyə çalışıb. Anam da götürüb bu şeydə biraz diridir. Götürüb orada süpürgəni, lapatqanı promobilların üstünə. Sənin üstündə dədənizin kəlləsinə tırıqlayarım. Mən götürərəm köpəcədə. Və qızqırdı nə buradan? Buna baxıysan. Cəmaatı didərgin sal çöllərə. Başına min oynaz. Sonra da gəcinən ki, Rafael sənin oğlun oradan belə deyil. Mən nə varım? Siz eləmişsiniz də, siz aparıb çıxartmışsınız da ora. Polis deyil, sən xidmət eləyəydin. Nə bura nəyə gəlmişsən? Salam dostlar, salam. Hər vaxtınız xeyir olsun. Bəyənin, paylaşın. Yəni, haqlı olmaq lazımdır, ədalətli olmaq lazımdır, duruş gətirmək lazımdır. Başa düşdünüz? Qorxaqlıq kişiyə yaraşmaz. Yaxşı oğlan, yaxşı kişi qorxmaz. Kişi qorxaq olmaz. Qorxan kişini gəlib yasamaldakı kimi evinin içindən yatdığı yerdə tumusla apararlar. Kişi qorxaq olmaz. Mən həmişə buna çağırmışam ki, bunlar bizdən qorxsun. Biz niyə qorxmalıyıq bunlardan? Biz niyə çəkinməliyik? Yox, mən haqqı deyəcəm, mənim arvad uşağım ac qalacaq. Elə bir şey yoxdur. Heç kəsdə azad qalmır. Boş şeylərdir. Allah o sənə ailənin, uşağının rızqını verir. Boş şeylərdir hamısı. Deyir, axı necə olacaq bunların axırda, bu məsələlərin axırda? Qardaş, dedim mən, təşkilatlanmaq lazımdır. Xalq olaraq, millət olaraq duruş gətirmək lazımdır bunların qarşısında. Əl-ələ verməliyik, əlimizdən gələni eləməliyik. Dönənə qədər, bilirsiniz də dostlar, mən həmişə efirlərdən neçə illərdir təşkilatlanmaya çağırmışam. Bugün də çağırıram, sabah da çağıracam. Bir vaxtlar mənim bu təşkilatlanmaya çağırmağımı lağa qoyub gülənlər bu günlərim özləri təşkilatlanmaya çağırırlar. Bir vaxtlar, misal üçün, Oğuz TV-də Əli Oğuzun özündə də. O vaxt söz-söhbət düşəndə başladı ki, düşüb ki, 2 dəqiqədən bir təşkilatlanmaq, nədə də başımızı xarab eləmişsən. Bunu Əli Oğuz özü mənə deyirdi o vaxtı. İndi özü çağırır təşkilatlanmaya. Qabilgil o vaxtı mənim təşkilatlanmaya çağırdığım sözü dillərinə gətirib lağa qoyurdular. Lağa qoyurdular. Düşüb təşkilatlanma. Lağa qoyurdular. İndi özləri çağırırlar. Bəli, çağırasınız. Geçdəc özünüzü də düzəldərsiniz. Etdiyiniz səhvlərinizi boynunuza alasınız və üzr istəyərsiniz. O zaman ondan sonra nəsə bir birlik olar, nəsə bir hərəkət olar. Özdə xalqın gözü qarşısında bu məsələlərə aydınlıq gələcək. Çünki baş verənlər xalqın gözü qarşısında olubdur. Məsələlərə aydınlıq gələcəkdir. Kim səhv eləyib, nə səbəbə bunu eləmişdin? Niyə bunu eləyirdin, qardaş? Sənin ağlın işləmirdi, yoxsa səhv eləmişdin, yoxsa arasa xidmət eləyirdin. Məqsədin nədir ki, bunu eləməkdir? Bu şeylərə cavab gəlməlidir, yəni bu şeylərə aydınlıq gəlməlidir. Ondan sonra nəsə bir birlik olar, hərəkət olar. Yoxsa belə indiki halda üstündən xət çəkim nə varım? Gedim yenə bir də palçığa düşüm. Hə? Nəysə dostlar, sağollaşaq. Axşam bəlkə inşallah görən bir nəfər var. Nənəmiz var, bəsli nənəmiz. Onunla bugün danışım inşallah görün bəlkə axşam onunla canlı yayıma çıxdıq. O günlər mənə müraciət eləmişdi. Prosto vaxt yoxdur. Vaxt məsələsi dostlar çox sıxırır məni. Çünki bu işdə maliyyə lazımdır. Maliyyə olmazsa çətin olur. Yəni
önde gedən, yəni canını qoyan oğullara maliyyə lazımdır ki, onlar cəsarətlidirlər, onları maliyyələşdirmək lazımdır. Xalqımız da ki, baxır belə seyirci qalır, hərəsi bir bəhanə gətirir. Deyir mən buna maliyyə buraxaram, buna və yaxud da qoşulub sözümü deyərəm. Məni tutarlar, deyir arvad uşağım dirajından ölər yəni. Məntiqə bir baxın, özünə kişi deyənin məntiqinə bir, özünə yaxşı oğlan, özünə belə ləyaqətli kişi deyənin məntiqinə bir baxın, gör nə gündədir. Biabırçılıq deyil, mənim kimi oğlu düşman qarşısında tək qoymaq üçün arvad uşağının ac qalmasını belə bəhanə gətirir. Onu belə bəhanə gətirir. Yalandan yalandan. Bilir ki, Allah onun arvad uşağını ac qoymayacaq. Bilir ki, onun arvad uşağını Allah rızqını göndərəcək, hardan oldu olsun. Onu bilir. Bilərəkdən arvad uşağını bu məsələdə istifadə edir. Deyir, mənim ailəmi deyir, kim baxacaq deyir. Mən də tək qoyur, mən də Allahdır, Allahı da Allahdır, özün də Allahdır. Hamısı bəhanə. Yalan, oyun. Belə kişi olmaz, belə vətəndaş olmaz axı. Bizim kimi oğulları meydanda tək qoyursunuz. Nə özünüz söz demirsiniz, mübarizə aparmırsınız, nə də mübarizə aparana dəstək vermirsiniz. Namus üstündə deyir, yeri gəlsə acından ölərsin. Əlbəttə ki, namus davasıdır da. Bu İlham Əliyev rejiminin namus davasıdır da. Əlbəttə ki. İlham Əliyev mənim anamın döşündən əmdiyim süt pulunu aparıb İngiltərənin küçələrini ağarsa, o uğrayıb aparıb. Əlbəttə ki, namus məsələsidir. Kişinin anasının döşündən əmdiyi sütü İlham Əliyev uğrayıb aparıb İngiltərədə, Kanadada, ora-bura küçə alırsa, satın alırsa, kefdə damaqdadırsa, oğlunun 15-16 yaşında olanda 30 milyon idi, 20 milyon idi. Sərvət çıxmışdı, pul Rusiyada. Əgər belə olarsa da bir kişi savaşar da bə. Mən kişiyəm, ləyaqətim var, özümə sıxışdırmıram mən. Sən mənim anamın, bacımın, özümün haqqına girənməzsən, girəsən, başımı oynasarım mən. Kişi belə olur da bəs. Yoxsa nə var ki, arvad uşağa bəhanə gətir, nə bilim, ailəmə kim baxacaq, anamı tutarlar, dədəmi tutarlar, nə bilim, nə vararlar. Nə var belə yaşamağa? Nə var belə yaşamağa? Bu kişinin yaşayıcı deyil ki bu. Ləyaqətdə özünü tanıyan kişinin yaşayıcı deyil bu. Yaxşı olan deyil. Yaxşı olan yaşası bu deyil. Bu ola bilməz, mümkün deyil. Yaxşı olanın davası olar. Yaxşı olanın bir haqq davası olar. Yaxşı kişinin ailəsinin haqqına girməzlər. Girirlərsə o kişi savaşmalıdır. Vuruşmalıdır, dirəniş göstərməlidir. Bəli, namus məsələsidir bu. Nəysə dostlar, məndən bu qədər. Allah amanlı qalın, özünüzdən müğayət olun. İnşallah növbəti çıxışlarda görüşənə də indi görün bu günlərin bəlkə axşam yenə canlı yayımdayıq. Görün biz nənəmiz var. Görün bu günlərin danışım vaxtı olsa bəlkə ondan canlı yayıma çıxdıq. Onun da evladını öldürüblər, qanını batırıblar. Onunla bağlı danışacağıq. Görək o Əli Oğuzun efirinə də çıxmışdı. Nə idi o xalanı? Bəsti nənə, bəsti. Onun videolarını da paylaşmışam, görmüsünüz. İndi görək axşam Allah qoysa, mümkün olsa, vaxtı olsa ondan bir yerdə. Mənim vaxtım var. Yəni bu gün də evdəyəm, sabah da evdəyəm. Bayram zadı heç bir işlik eləmir. Hər yer bağlıdır. İndi axşama görək nənənin vaxtı olsa bərabər efirə çıxacaq, o da sözünü desin. Oldu, sağ olun dostlar. Allahın amanında qalın, özünüzdən müğayət olun. Növbəti canlı yayımlarda görüşənə də. Sağ olun.